Salam dəyərli abituriyentlər. Mən FM Akademinin onlayn riyaziyyat müəllimi Bəhruz müəllim. Bu gün sizə Dövlət İmtahan Mərkəzinin Riyaziyyat fənni üzrə 2025-ci il test toplusunun birinci hissəsini izah edəcəm. Başlayaq birinci sualdan. Birinci sualda bildirir ki, ifadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərində tək ədəddir. İlk öncə biz n-ə bir dəfə tək qiymət, bir dəfə cüt qiymət verdik. Gəlib variantlarda ifadəyə verdiyimiz qiymətləri yoxlayaq. 1-in kvadratı 1, 1-dən 1 çıxanda 0, 2-nin kvadratı 4, 4-dən 1 çıxanda 3. Bizə deyir ki, bütün qiymətlərdə tək olsun. Burada hər ikisi tək olmadı. Mənim cavabım deyil. 1-in kvadratı 1 üstəgəl 1, 2. 2-nin kvadratı 4, 4 üstəgəl 5. Yenə 2 qiymətdə olmadı, cavab deyil. 1-in kvadratı 1, 2 1-in 2, 2 üstəgəl 3, 5. 2-nin kvadratı 4, 4 2-nin 8, 8 üstəgəl 3, 11. Hər iki qiymətdə tək ədəd olduğuna görə cavabım olur C variantı. D variantını yoxlasam 2-ni istənilən ədədə vursam cüt ədəd olur. 1-ə vururam 2 eləyir. Ona görə D variantı olmaz. Yenə 2-ni 1-ə vurduqda 2, 2 üstəgəl 2, 4. Bu da cüt qiymət olduğuna görə cavabım olmur. İkinci sualda bildirir ki, 7A çıxılsın 3-ün kvadratı ifadəsinin qiyməti tək ədəddir. İfadələrdən hansının qiyməti cüt ədəddir? Bunun tək ədəd olduğunu yoxlamaq üçün biz A-ya bir dəfə tək qiymət, bir dəfə də A-ya cüt qiymət veririk. A-ya tək qiymət verək. 7 vurulsun 1 çıxılsın 3-ün kvadratı bərabər 7-dən 3 4-ün kvadratı bərabər 16. 2 qiymətin verilişdə isə 7 2 7 vur 2 çıxılsın 3-ün kvadratı 7 2-nin 14 14-dən 3 çıxanda 11-in kvadratı. O da edir 127. Bizə dedi ki, tək ədəd alınsın. Tək ədəd baxıram ki, A-nın 2 qiymətində alınır. İndi variantlarda 2 qiymətin A-nı yerinə qoyub həll edərik. 2-nin kvadratı 4, 4-dən 1, 3. Mənə cüt ədəd lazımdır. A variantı olmaz. 5 2-nin 10, 10 üstəgəl 2, 12. Cüt ədəd olduğuna görə cavabım olur B variantı. C variantında 2-nin kvadratı 4, 4 üstə 2 üstəgəl 1, 7 edir. Cavabım olmaz. 2-nin kubu 8, 8 üstəgəl 1, 9 olmaz. 4 2-nin 8, 8-dən 3 çıxanda 5 olmaz. Cavab olur B variantı. Üçüncü sualda da bildirir ki, 3x çıxılsın 1-in kvadratı ifadəsinin qiyməti cüt ədəddir. İfadənin hansının qiyməti cüt ədəddir? Bunun cüt ədəd olduğunu yoxlamaq üçün hansı qiymətdə x-a bir dəfə 2, bir dəfə də 2 qiyməti veririk. 3 vurulsun 1 çıxılsın 1 kvadratı bərabər 2-nin kvadratı, o da bərabər 4. 2 qiyməti verdikdə isə çıxılsın 1-in kvadratı, 3 2-nin 6-dan 1. 5-in kvadratı bərabər 25. Mənə deyir ki, cüt ədəd. Baxıram ki, burada cüt qiymət 4 alındı. X-in 1 qiymətində. İndi gəlib ifadələrdə x-in 1 qiymətini qoyuram. 1-in kvadratı çıxılsın 3, vurulsun 1 üstəgəl 1, mənfi 1 edir. Cavabım olmaz. Çünki məndən cüt qiyməti soruşur. Cüt cavab alınsın. 9-dan 2, 7. B variantı olmaz. 5-dən 2, 3. C variantı olmaz. 6 üstə 5, 11. D variantı olmaz. E variantda görürəm ki, 7 üstəgəl 5, 12 olur. Cavab E variantı. Dördüncü sualda x cüt, y tək ədəd olduqda x-a cüt, y-ə tək qiymət verirəm. İfadənin hansının qiyməti tək ədəddir? Gəlib ifadələrdə yerinə qoyuram. Bərabər 2 üstə 1, 3. 3-ün kvadratı 9, 9 üstəgəl 3, 12. Bizdən tək ədəd istəyir. Cüt olduğuna görə cavab deyil. 3 2-nin 6, 6 üstəgəl 2, 8. Yenə cütdür, cavab deyil. 2 üstə 1, 3, 3 üstəgəl 1, 4. Cavabım deyil. 2-nin kvadratı 4, 4 üstəgəl 3, 7. Tək qiymət olduğuna görə cavab olur D variantı. E variantını da yoxlayaq. 2 üstəgəl 2 vur 1, yəni 2 üstə 2, 4. 4-ün kvadratı
16. Baxıram ki, E variantında mənim həllim olmaz. 5-ci suala baxaq növbəti. 5-ci sualda deyir ki, x cüt y tək olduqda yenə x-a 2, y-ə 1 qiyməti veririk. Gətirib variantlarda yoxlayaq. Nə vaxt cüt ədəd olacaq və cavabım o olacaq. 2, 2-nin 4, 4 üstə gəl 3, 7. A variantı olmaz. 2-nin kvadratı 4, 5 4-ün 20, 20 üstə gəl 2, 22. Baxıram ki, cavabım B variantı. Digər variantlarda yoxlayaq. 2 üstə 1, 3, 3-ün kvadratı 9 olmaz. 2 çıxılsın 1, 1-in kvadratı 1 olmaz. 2 üstə 1, 3, 3 üçün 9 olmaz. Cavabım olur B variantı. 6-cı suala baxaq. 6-cı sualda deyir ki, x və y cüt ədədlər olduqda ifadələrin hansının qiyməti tək ədəd ola bilər? 6-cı misalda x və y-ə ümumi ifadə kimi müraciət eləyəcək. Yəni x-i müəyyən bir cüt ədəd kimi 2m kimi götürək, y-i də müəyyən bir ədəd 2t kimi götürək. İndi mən burada variantları bir-bir yoxlayaq qiymətləri, cavabımızı alırıq. A variantında 5x, yəni 5 vurulsun 2m vurulsun 2t bərabər 20 vurulsun m vurulsun t-dir. Cüt ədədi hansı ifadəyə vursaq cüt alınır. Ona görə mənim A variant cavabım olmaz. Çünki məndən tək ədədi soruşur. B variantına baxıram. Bildirir ki, x-in kvadratı, yəni 2m-in kvadratı 4m kvadrat, üstə gəl 2t-nin kvadratı 4t kvadrat bölünsün 2. Buradan 4 mötərizə xaricinə çıxdı. M kvadrat üstə t kvadrat bölünsün 2 qalır. 4-ü də 2-yə böldükdə 2 vurulsun m kvadrat üstə t kvadrat. Bilirəm ki, verilən ifadəni cüt ədədə vururamsa nə olur olsun, yenə cüt alınacaq. Ona görə B variantda cavabım deyil. C variantında x-in kubu, yəni 2m-in kubu 8m kub edir. 2t-nin kubu da 8t kub edir. Birbaşa 8-i mötərizə xaricinə çıxarıb m kub üstə gəl t kub kimi yazıram. Məxrəcdə də 4 olur. 8-i 4-ə bölürəm. Alınır 2m-in kubu üstə gəl t-nin kubu. Yenə 2-yə vurduğuma görə cüt ədəd olacaq. D variantına baxıram. Yazıb x üstə 3y. Yəni 2m üstə gəl 3y. 3-ü 2-yə vuranda 6t edir. Baxıram. 2-ni m nə olur olsun vursam cüt ədəd olacaq. Yenə 6-nı vursam cüt ədəd olacaq. Ona görə bu da cüt olur deyə D variantı da olmaz. E variantına baxsam, alınır ki, 2m üstə gəl 2t x-dən y-ə toplayıram. Oradan 2-ni mötərizə xaricinə çıxartdıqda 2m üstə gəl t bölünsün 2 alınır. Burada da m üstə gəl t edir. Deməli, bu tək ola bilər. Cavabım olur E variantı. Yəni, burada nə D, nə A, nə B, nə C olmadı. Mən qiymət qoyaraq edə bilərdim. Sadəcə qiymət qoyaraq, məsələn, 2-2 qiymətin verdikdə bütün variantlarda cüt ədəd olacaq. Amma məsələn 2-4 qiymətin verdikdə tək ədəd olacaq. E variantı tək ədəd ola da bilir, olmaya da bilir. Ona görə ümumi cüt ifadə kimi baxıb misalı həll etməyə çalışdım. 7-ci sualda bildirir ki, ardıcıl 100 natural ədədin ən kiçik və ən böyüyünün cəmi 629-a bərabərdir. Yəni, natural ədədlərimi yazıram n, n üstə gəl 1, n üstə gəl 2 və s. Sonuncun n üstə gəl 99. Bəzən sonuncun 100 ədəd dedikdə n üstə gəl 100 kimi də bildirirlər. Şagirdlər, məsələn, niyə elə olmadı? Belə deyək də biz n-dən başlayırıq. Mən artıq n üstə gəl 100 yazsam, o 101 ardıcıl ədədin olduğunu göstərir. Ona görə sonuncu ədədim n üstə gəl 99 olur. İndi mənə deyir ki, ən kiçiyi ilə, yəni n ilə ən böyüyünün, yəni n üstə gəl 99-un cəmi bərabərdir 629-a. İndi n üstə gəl n eləyir 2n. 629-dan 99 çıxanda qalır 530. N bərabər 530-u 2-yə böləndə 265 edir. Cavab olur D variantı. Sonra növbəti sualı həll edək. Növbəti sual deməli
8-ci sualda bildirir ki, 8-ci sualda AB 7 çıxılsın AB bərabər 133. Burada deməli uşaqlar, ədədlərin belə deyim də, natural ədədlər mərtəbələrə uyğun ayrılışından istifadə edirik. Yəni bunu 100A yüzlük mərtəbəsi üstəgəl onluq mərtəbəsi B-dir. 10B üstəgəl təkliyim 7-dir, 7. Çıxılsın onluq mərtəbəsi, yəni AB-nin açılışı 10A üstəgəl B kimi yazılır. Bərabər 133-ə. İndi mən 100A-dan 10A-nı çıxdıqda 90A, üstəgəl 10B-dən B-ni çıxdıqda 9B bərabər 133-dən 7-ni çıxdıqda 126 qalır. Burada 9-u mötərizə xaricinə çıxartdıqda 10A üstəgəl B bərabər 126. Buradan da 10A üstəgəl B bərabər 126-nı 9-a böləndə 14 qalır. Biz bilirik ki, 10A üstəgəl B açılışı AB-nin mərtəbələrlə ayrılışını bildirir. Deməli, AB olur 14. Bizdən də nə istəyirdi? Bizə də deyirdi ki, A üstəgəl B cəmini tapın. A üstəgəl B cəmində də 1 üstəgəl 4 bərabər 5 olur. Növbəti sual, bunun digərini həll edək. Yəqin ki, aydın oldu tam olaraq. Növbətidə deyir ki, 9-cu sualda AB 8 çıxılsın AB bərabər 179 olarsa, yenə A üstəgəl B cəmini soruşur. Yenə bunu mərtəbələrə ayırıram. Yəni 100A üstəgəl 10B üstəgəl 8 çıxılsın 10A üstəgəl B bərabər 179. 100A-dan 10A çıxıram 90A üstəgəl 10B-dən B çıxanda 9B bərabər 179-dan 8 çıxıram, qalır 171. Buradan 9-u mötərizə xaricinə çıxartdıqda qalır 10A üstəgəl B bərabər 171. 10A üstəgəl B bərabər 171-i 9-a böləndə düşür 19 dəfə. Buradan da 10A üstəgəl B AB-nin mərtəbələrə ayrılışını bildirir. Bərabər 19-a. Deməli, A-nın 1, B-nin 9 olduğunu tapıram. AB cəmini istəyirdi. 1 üstəgəl 9 bərabər 10 olur. Növbətdə bildirir ki, 10-cu sualda 2 rəqəmli AB ədədi üçün AB bərabər 2A üstə 4B olarsa, A üstəgəl B cəmini istəyir. Yəni, AB bərabər 2A üstəgəl 4B olarsa, bizdən A üstəgəl B cəmini istəyir. AB-nin mərtəbələrə ayrılışının 10A üstəgəl B olduğunu bilirik. Bərabər 2A üstəgəl 4B. Burada A dəyişənlərin bərabərliyinin sol tərəfinə, yəni 10A çıxılsın 2A, B dəyişəni isə sağ tərəfinə yığaq. Çıxılsın B. 10A-dan 2A çıxanda 8A, 4B-dən B çıxanda 3B qalır. A və B-nin əmsalları qarşılıqlı sadə ədədlər olduğuna görə A-nın ən kiçik qiyməti B-nin əmsalına, yəni 3-ə, B-nin də ən kiçik qiyməti A-nın əmsalına, yəni 8-ə bərabərdir. Bizdən A üstəgəl B cəmini istəyir. 3 üstəgəl 8 bərabər 11 olar. Cavab olur 11. 11-ci sualda yenə eyni tipli misaldır. Deməli, deyir ki, 2 rəqəmli AB ədədi üçün yenə AB bərabər 3A üstəgəl 4B 11 yazaq. AB bərabər 3A üstəgəl 4B olarsa, B çıx A fərqini istəyir bu dəfə bizdən bərabər. Yenə AB-ni
mərtəbələrə ayrılış kimi 10A üstəgəl B bərabər 3A üstə 4B kimi yazırıq. A'lar yenə bərabərliyin sol tərəfinə 10A çıxılsın 3A. B'ləri bərabərliyin sağ tərəfinə keçirək. 7A bərabər 3B. Yenə A və B-nin əmsalı qarşılıqlı sadə ədədlər olduğu üçün A bərabər B-nin əmsalı 3-ə, B bərabər A-nın əmsalı 7-yə. Bizdən B çıxılsın A-nı istəyir, 7 çıxılsın 3 bərabər cavabımız 4 olur. Növbəti sualımız 12-ci sual. 12-ci sualda bildirir ki, AB bərabər 2A üstəgəl 5B olarsa, AB ədədin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın. İlk öncə bu misalımızın birinci hissəsini həll edək. AB-ni A10A üstəgəl B kimi mərtəbələrə ayıraq. 2A üstəgəl 5B. 10A 2A-nı çıxırıq, qalır 8A. 5B-dən B-ni çıxırıq, 4B. Burada A-la B-nin əmsalı qarşılıqlı sadə ədədlər deyil. Ona görə 8 ilə 4-ü hər iki tərəfini 4-ə bölürük. 4-ə böldükdə 2A bərabər B alınır. Buradan biz 2A bərabər B ifadəsini yazdıqdan sonra bizə bildirir ki, ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapın. İndi AB-nin ən böyük qiymətini tapın. Buradan AB-nin qiymətlərini ilk öncə verək. Məsələn, A, B 1 olduqda, daha doğrusu A 1 olduqda B 2, 2 olduqda 4, 3 olduqda 6, 4 olduqda 8 olur. İndi bizə deyir ki, ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın. AB-nin ən böyük qiyməti olur 48, ən kiçik qiyməti olur 12. 48-dən 12 çıxanda cavab olur 36. Növbəti sualda bildirir ki, yenə eyni qayda. 13-cü sualda bildirir ki, 13-cü sual. Yenə AB bərabər 4A üstəgəl 3B. Yenə mən ona üstəgəl B bərabər 4A üstəgəl 3B yazıram. 10A-dan 4A çıxanda 6A, 3B-dən B çıxanda 2B. A-la B-nin əmsalları qarşılıqlı sadə ədədlər deyil. Ona görə hər iki tərəfi 2-yə bölürəm. 6-nı 2-yə böləndə 3A, 2B-ni 2-yə böləndə B. Buradan alınır ki, 3A bərabər B ifadəsini yazıram. Alınır ki, burada mən A-ya bir qiyməti versəm B 3, 2 qiyməti versəm 6, 3 qiyməti versəm 9 olacaq. Rəqəm olduğuna görə burada dayanıram. İndi bildirir ki, ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapın. AB-nin ən böyük qiyməti olur 39. Ən kiçik qiyməti olur 13. Bunların cəmini istəyəndə 39 üstə 13 52 edir. Keçək 14-cü suala. 14-cü sualda bildirir. 5940 ədədi 5 rəqəmli ABCDE və ADCBE. B böyükdür D şərti var. Ədədlərinin fərqinə tam bölünürsə, B minus D fərqinin ala biləcəyi qiymətlər cəmini tapın. Deməli, deyir ki, 5945 rəqəmli ədədi bu ədədlərə tam bölünür. Yəni, 5940 bölünsün A, B, C, D, E çıxılsın A, D, C, B, E ədədinə. Mən burada çıxma olduğuna görə baxıram ki, məsələn, birinci ədəddə təklik onluq, yüzlük, minlik, 10 minliyim A-dır, ikinci ədəddə də 10 minliyim A-dır. Ona görə buradan A-lar gedir. Yəni 10 min A-dan 10 min A-nı çıxanda 0. C-lər də yenə yüzlüklərdir, E-lər təkliklərdir. Onlar çıxanda bir-birin aparır. Yəni 10 min A-dan 10 min A çıxanda 0 qalır.
Surətdə 5940 ədədini yazıram. Məxrəcdə baxıram. Burada qalır 1000B, burada 10B-dir. 1000B-dən 10B-ni çıxanda qalır 990B. Çıxılsın. Yenə 10D. Burada da baxıram ikinci ədəddə 1000D. 10D-dən 1000D-ni çıxanda mənfi 990D qalır. Ona görə burada çıxma işarəsi oldu. Bərabər 5940 ədədin surətdə yazıram. Məxrəcdə 990-ı mötərizə xaricinə çıxartdıqda B çıxılsın, D qalır, bərabər. 5940 ilə 990 ixtisar gedir. Məxrəcdə 1 surətdə 6 dəfə düşür. Bərabər 6 bölünsün B minus D qalır. Deməli 6 bölünsün B minus D-dir. Həm də bu natural ədədlər olduğuna görə tam bölünür. O səbəbdən B minus D 6-nın bölənləri olacaq. 6-nın bölənləri də baxıram ki, 1-dir, 2-dir, 3-dür, 6-dır. Bunların cəmini istəyir, yəni 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl 6, 9, 11, 12. Cavab 12 olur. 15-ci sualda buna uyğun sualdır. 15-ci sualı həll edək. 15-də deyir ki, yenə 7920 ədədi 5 rəqəmli ABCDY və ADSBY ədədlərinin fərqinə tam bölünərsə, B minus D fərqinin ala biləcəyi qiymətlər cəmini tapın. Yenə 7920 bölünür A, B, C, D, E çıxılsın A, D, C, B, E ədədlərinin fərqinə. Yenə baxıram ki, burada mərtəbələrimə görürəm ki, 10 minliyim A-dır. Hər ikisində çıxanda bunlar bir-biri ilə islah gedir. C-lərim 100-dür, E-lərim 1. Yenə davam edirəm bərabər. 7920 bölünsün. Burada minliyim B-dir, burada onluğum B-dir. 1000B-dən 10B-ni çıxanda 990B qalır. Burada yenə 10D-dən 1000D-ni çıxdıqda mərtəbələrə uyğun olaraq mənfi 990D qalır. Bərabər 7920 bölünsün. Buradan 990-ı mötərizə xaricinə çıxartdıqda B minus D qalır. Bərabər 7990-dan 990 ixtisar gedir. 7920 daha doğrusu. 7920-ni 990-a böldükdə alınır 8 dəfə düşür. Deməli, surətə 8, məxrəcə 1 dəfə. Bərabər. Alınır ki, 8 bölünsün B minus D. Yenə B minus D tam bölünürsə 8-də. Deməli, 8-in bölənləridir. 8-in bölənləri də olur 1, 2, 4, 8. Şimdi bunların məndən cəmini istəyir. Bunların cəmi 12, 14, 15 olur. Cavabım 15. Keçək 16-cı suala. 16-cı sualda bildirir ki, 16-cı sualda bildirir ki, 16-cı sualda bildirir ki, A və B natural ədədləri üçün C bərabər A çıxılsın B, daha doğrusu A çıxılsın 5, vurulsun 3B üstəgəl 1, tək ədəd olarsa AB hasilinin ən kiçik qiymətini tapın. AB hasilinin ən kiçik qiymətini istəyir bizdən. İndi biz gəlirik, baxırıq. Deyir ki, bu hasil təkdir. Yəni C təkdir. C-nin tək olması üçün A-5-də tək olmalıdır hasilə görə. 3B üstəgəl 1 də tək olmalıdır. Çünki biz bu natural ədədlərin vurulma qaydasında demişdik ki, yəni cüt ədədi cüt ədədə vurduqda cüt ədəd, tək ədədi cüt ədədə vurduqda cüt ədəd, amma tək ədədi yeganə tək ədədə vurduqda tək ədəd alınır. Deməli, indi burada biz A-5-in də 3B üstəgəl 1-in də tək qiymətini axtarırıq. İndi burada bunun tək qiyməti nə zaman olacaq? Onu müəyyən edirik. Burada deməli 3B üstəgəl 1 verilib. İndi 3B üstəgəl 1-in
tək qiymətini burada yoxlayırıq. Baxıram ki, məsələn, mən B-nin yerinə bir qiyməti qoyaramsa, B-nin yerinə bir qiyməti. Olacaq 3 vurulsun 1 üstəgəl 1 bərabər 4. Cüt olacaq. Ona görə B 1 olmaz. Bizə tək ədəd lazımdır. B-yə növbəti 2 qiymətini qoyuram. B-yə 2 qiymətini qoyduqda 3 vurulsun 2 üstəgəl 1 bərabər 7 alınır. Deməli, burada B-nin 2 olduğunu tapdım. Mənim B bərabərdir 2-yə. İndi növbəti hissəyə baxıram. Deməli, B oldu 7. A minus 5-in də ən kiçik, bizdən ən kiçik qiymət istəyənə görə bunun ən kiçik qiymətini elə 1 götürürəm. Deməli, A çıxılsın 5-imi bərabər edirəm 1-ə. Baxıram ki, A-nın 6 qiymətində. Yəni altdan 5 çıxıram 1, bəli, A-nın 6 qiymətində. İndi ifadəmdə altdan 1-i 7-yə vuranda da 7 edir. Deməli, C də alınır 7 qiyməti. Deməli, A-nı da, B-ni də, C-ni də biz tapdıq. İndi bizdən soruşur ki, AB-nin ən kiçik qiymətini tapın. AB-nin ən kiçik qiyməti olur A vurulsun B bərabər 6 vurulsun 2 bərabər 12 qiymətində. Cavab olur 12. Sonra davam edən növbəti sualımıza 17-ci sualda bildirir ki, 17-ci sualda bildirir ki, A, B, C natural ədəddir. Yəni A da, B də, C də natural ədəddir. Deyir ki, 2A üstəgəl B üstəgəl C böl 8 bərabər 50 olarsa B-nin ala biləcəyi ən böyük qiyməti tapın. Uşaqlar, deməli B ən böyük qiymət almaq üçün A da C-də ən kiçik qiymət almalıdır. İndi gəlirəm, baxıram ki, A-nın ən kiçik qiymətini 1 götürürəm. Çünki natural deyir deyə 1 götürürəm. Deyir naturaldır. A da, B də, C də naturaldır. Sən natural deməsəydi 0 götürə bilərdim. Amma natural dediyinə görə A-nı 1 götürürəm. Baxıram, C-ni də fikirləşirəm. Yəni bunların naturaldırsa cəm. Deməli bunların hər birinin bu aciz C böl 8-də natural olmalıdır. Ona görə C-nin ən kiçik qiymətini 8 götürürəm. İndi məndə ifadədə B-nin ən böyük qiymətini istəyir. Deməli yazıram. 2 vurulsun 1, üstəgəl B, üstəgəl 8 bölünsün 8 bərabər 50-yə. Deməli, B bərabər 2 birin 2, 8-i 8-ə böləndə 1. 2 üstə 1, 3. 50-dən 3 çıxıram, qalır 47. Deməli, B-nin 47 qiymətində ən böyük ala biləcəyi qiymətdir. Növbəti suala baxaq. Növbəti sualda deyir ki, AB çıxılsın BA 18-ci sual. AB çıxılsın BA bölünsün A çıxılsın B üstəgəl A üstəgəl B bərabər 21 şərtini ödəyən AB 2 rəqəmli ədədlərin sayını tapın. AB ədədlərinin ümumi sayını istəyir. Deməli, başlayıram misalımı həll etməyə. Yenə bu mərtəbələrə ayrılış şəklində yazıram 10A üstəgəl B çıxılsın 10B üstəgəl A məxrəcdə qalır. A çıxılsın B üstəgəl A üstəgəl B bərabər 21. İndi 10A-dan A-nı çıxıram, qalır 9A. B-dən 10B-ni çıxıram, qalır -9B. Məxrəcdə də A çıxılsın B. Üstəgəl A üstəgəl B bərabər 21. Buradan 9 mötərizə xaricinə çıxdı. A çıx B qalır. Məxrəcdə də A çıxılsın B. Üstəgəl A üstəgəl B bərabər 21. AB-lər ixtisar gedir. Qalır 9 üstəgəl A üstəgəl B bərabər 21. Buradan da A, B cəminin 21 çıxılsın 9, 12 olduğunu tapırıq. İndi A üstəgəl B 12-dirsə, biz A ilə B-yə qiymətlər verə bilərik. A, B rəqəm olduğuna görə mən A-nı başlayıram 9 üstəgəl 3, 12. 8, 4, 7, 5, 6,
6. Sonra 5, 7, 4, 8, 3, 9. Baxıram ki, burada 7 dənə qiymət var. Yəni A-da, B-də 7 qiymət alır. Sayın istəyir də bizdən. Amma burada məxrəcdə A çıxılsın B var idi. Yəni məxrəcdə demişdik ki, məxrəc sıfırdan fərqli olmalıdır. A çıxılsın B-dirsə, 6 çıxılsın 6 sıfır edir. Ona görə 6 və 6 olmaz. Yəni A ilə B eyni qiymətlər ala bilməz. Ona görə cavabım olur 1, 2, 3, 4, 5, 6. Deməli AB-nin sayı 6-dır. 6 qiymətdə bu şərti ödəyir. Sonra davam eləyək 19-cu sualın izahına. 19-cu sualda bildirir ki, 3 rəqəmli ədədin 3 rəqəmli ədədin 1%, yəni 3 rəqəmli bir ədəd götürürəm. A, B, C-nin 1%, yəni 1-ə vurub 100-ə bölürəm. Bərabərdir onun rəqəmləri cəminə. Rəqəmləri cəminə. Bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tapın. Bax, buradan mən görürəm ki, ABC ədədi 100-ə bölürəm. Və bu ABC rəqəmləri cəminə bərabər olur. Ona görə baxıram ki, ABC-nin rəqəmlərinə bərabər olursa, ABC 100-ə tam bölünməlidir. Deməli, 100-ə tam bölünən ən böyük 3 rəqəmli ədədlə ən kiçik 3 rəqəmli ədədi tapıram və yoxlayaram. Məsələn, ABC-nin ən böyük qiymətin götürürəm 900. Çünki 900-ü 100-ə böləndə. ABC-nin ən kiçik qiymətini götürürəm 100. Yoxlayaq. Məsələn, 900-ü 100-ə böləndə edir 9. Rəqəmlər cəmi 9 üstəgəl 0 üstəgəl 0 bərabər olur 9-a. Yenə 1 bərabər rəqəmlər cəmi 1 üstə 0 üstə 0 bərabər 1-ə. Şərti ödədi. Ona görə ən böyük 3 rəqəmli ədəd 900, ən kiçik 3 rəqəmli ədədi 100 götürürəm. 900-dən ən böyüylə ən kiçiyin fərqini istəyir. 100-ün fərqini istəyir. 900-dən 100-ü çıxıram, qalır 800. Cavab olur 800. Növbəti sual 20-ci sualdır. 20-ci sualda deyir ki, 2 rəqəmli ədədin təkliklərinin sayı onluqların sayından 2 vahid böyükdür. Bir dənə 2 rəqəmli ədəd götürürəm. AB ədədi. Deyir ki, təkliklərinin sayı onluqların sayından 2 vahid çoxdur. Mən bunun təkliklərin onluqlardan çoxdur. Onluqların x götürsəm, təkliklərinin sayı olacaq x üstəgəl 2. Bu 2 rəqəmli ədədin rəqəmləri cəminə hasili 144 olursa bu ədədi tapın. Deməli, mən baxıram ki, burada A ilə B-nin olma ehtimallarını götürürəm. A məsələn 1 olsa, A 1 olsa, B olacaq 1 üstəgəl 2, 3. A 2 olsa, B olacaq 4. A 3 olsa, B olacaq 5. 4 olsa 6 olacaq. 5 olsa 7 olacaq. 6 olsa 8, 7 olsa 9. A-nın olma ehtimallarını yazdım. İndi gəlirəm. Deyir ki, ədədi AB-ni A vur. Bu ədədin özün rəqəmləri cəminə vuranda edir 144. İndi bir-bir yoxlayaq. AB 13-dür. 13-ü vuranda rəqəmləri cəminə 1 üstə 3-ə 4-ə 52 edir. Deməli deyirəm 1-3 olmaz. Sonra 24-ü vuranda rəqəmləri cəminə 4 üstə 6, 4 üstə 2, 6. 24-ü 6-ya vuranda həqiqətən 144 edir. Deməli mənim ədədlər cütüm 2 və 4 olur. 3-ü yoxlasaq yenə bir dənə 3-ü yoxlayaq. 35-i vuranda 3 üstə 5-ə 8-ə 240, 280 edir. Görürəm ki, şərtlərimi ödəmir. Deməli bunlar heç biri ödəməyəcək. Məndən də soruşur ki, bu ədədi tapın. Cavab olur 24 olur cavabda. Sonra gələk növbəti sualımıza. Növbəti sualda bildirir ki, 21-ci sualda 2 rəqəmli ədədin təkliklərinin sayı. Yenə bunları silək. Bundan 21-ci sualın izahına davam eləyək. Deməli 21-ci sualda bildirir ki, 21-ci sualda 2 rəqəmli ədədin yenə 21.
2 rəqəmli AB ədədi götürürük. 2 rəqəmli ədədin təkliklərinin sayı onluqların sayından 3 dəfə çoxdur. Onluqları 3 götürsək, təkliklər olur 3x. Burada AB-nin qiymətləri 1, 3, 2, 6, yəni 3 misli. Bir də 3, 9 olur. Burada ehtimal daha azdır. Deyir, bu iki rəqəmli ədədin rəqəmlərinin fərqinin, bu iki rəqəmli ədədin rəqəmləri fərqinin moduluna, rəqəmləri fərqinin moduluna, yəni A minus B-nin moduluna hasili 234-ə bərabərdir. 234-ə bərabərdir. Modulda ona görə verib ki, yəni bunları çıxanda mənfi də olsa modulda müsbət kimi çıxsın. Yoxlayaq. 13 vurulsun 1 çıxsın 3. Mənfi 2 modulda müsbət 2 kimi çıxır 26. Deməli bu olmaz. Yenə 26 vurulsun 2 çıxaltı mənfi 4, müsbət 4, hasilə 80, 80, 24, 104. Bu da olmaz. İndi 39-u yoxlayaq. 39 vurulsun 3 çıxılsın 9, mənfi 6, müsbət 6, 180, 54, 234. Baxıram ki, mənim şərtimi ödəyir 39. Deməli, burada cavab olur 39. Növbəti 22-ci sualın izahını verək. 22-ci sualda deyir ki, AB 2 rəqəmli ədədi üçün AB çıxılsın BA bölünsün A üstəgəl B bərabər 7-yə. AB ilə BA-nın mərtəbələrə ayrılışını yazaq. 10A üstəgəl B çıxılsın 10B üstəgəl A bərabər 7-ni A üstəgəl B-yə vururam. 7 vurulsun A üstəgəl B. 10A-dan A-nı çıxanda 9-a, B-dən 10B-ni çıxanda mənfi 9B. Burada da 7-ni A-ya 7A, 7-ni B-yə vuranda üstəgəl 7B alınır. İndi A-ları bir tərəfə keçiririk. 9-dan 7A-nı çıxanda qalır 2A. 7A mənfi 9 digər tərəfə müsbət 9B. 7B 9B 16B edir. Hər iki tərəfi, yəni 2-yə bölürük. Alınır A bərabər 8B. Burada A-nın, B-nin belə deyək də qarşılıqlı sadə ədədlər olduğu üçün A bərabər B-nin əmsalına, B bərabər A-nın əmsalına. İndi bizə bildirir ki, A vurulsun B hasilini tapın. A vurulsun B hasili də görürəm ki, verilən ədədlərdən, yəni 8 vurulsun 1, 8 olur. 8 vurulsun 1 bərabər 8. Növbəti sualın izahını verək 23-cü sualın. 23-cü sualda bildirir ki, 23-cü sualda yenə AB 2 rəqəmli ədədi üçün AB çıxılsın BA bölünsün A üstəgəl B bərabər 6-ya. İndi buradan yenə AB ilə BA-nın mərtəbələrə ayrılışını yazıram. 10A üstəgəl B çıxılsın 10B üstəgəl A şəklində. Məxrəzdəki A plus, yəni üstəgəl B-ni də 6-ya vururam. 6 vurulsun A üstəgəl B şəklində olur. 10A-dan A çıxanda 9-a, B-dən 10B çıxanda mənfi 9B, 6-nı A üstə B-yə vuranda 6A üstəgəl 6B edir. 9A-dan 6A-nı çıxanda 3A, 6A mənfi 9 digər tərəfə müsbət 9 kimi keçir. 6B üstə 9B 15B edir. Hər iki tərəfi 3-ə bölürəm. Qalır A bərabər 5B. Yenə A və B-nin əmsalları qarşılıqlı sadə ədədlər olduğu üçün A bərabər B-nin əmsalı 5-ə, B bərabər A-nın əmsalı 1-ə. İndi məndən istəyir ki, A vurulsun B-ni tapaq. 5 vurulsun 1 bərabər olur 5-ə. Növbəti sual. 24-cü sualı yazaq. 24-də bildirir ki, x, y və y(x) natural ədədləri üçün bir dənə silək. 24-də bildirir ki, 24-də deməli
X, Y və X natural ədədləri üçün X, Y çıxılsın Y bölünsün YX çıxılsın X bərabər 2 olarsa, X üstə Y cəminin ən böyük qiymətini tap. Yəni, ən böyük qiymətin, ƏBG-sini istəyir bizdən. İndi burada biz bunu yenə mərtəbələrə ayırırıq. 10x üstə Y çıxılsın Y. Aşağıda 10y üstəgəl x çıxılsın x bərabər 2-yə. Burada y-lər məxrəcdə də x-lər islah gedir. Buradan 10x bölünsün 10y bərabər 2 alınır. Burada da onlar ixtisar gedir. X bərabər olur 2y-ə. İndi bizə deyir ki, x, y-in indi qiymətlər verdi. Y-ə 1 qiyməti versək, x-im olur 2, 2 qiyməti versək 4, 3 qiymətində 6, 4 qiymətində 2, 4, 8, 5 qiyməti olmur. Artıq 2, 5-in 10 olacaq, 10 rəqəmim də yoxdur. O səbəbdən indi mən burada ən böyük qiymətini soruşur. Cəminin ən böyük qiymətini soruşduğuna görə ən böyük qiyməti olacaq 804. Cəmin də soruşur 84-ün cəmi. Deməli, ən böyük qiymətim olacaq 84. X-dən Y-də 8 üstə 4-ün cəmi eləyir 12. Deməli, cavab olacaq 12. Növbəti 25-ci sual eləyək. Bununla elə eyni tipli sualdır. 25-də bildirir ki, 25-də bildirir ki, yenə x, y və y, x natural ədədləri üçün x, y çıxılsın y, məxrəcdə y, çıxılsın x bərabər 4 olarsa, yenə x üstəgəl y cəminin ən böyük qiymətini istəyir. Yenə x-dən y-in cəminin ən böyük qiymətini istəyir. İndi burada mərtəbələrə ayrılışdan 10x üstəgəl y çıxılsın y, 10y üstəgəl x çıxılsın x bərabər 4 alınır. Buradan y-lər məxrəcdə də x-lar islah gedir. 10x bölünsün 10y bərabər 4 alınır. Burada onlar islah getdikdə qalır ki, x bərabər 4-ü y-ə vururam 4y. İndi y-ə 1 qiyməti verəndə x 4, 2 qiyməti verəndə 8 olur. Məndən yenə ən böyük qiymətini soruşur. Ən böyük qiyməti olur. Baxıram 82. Ən böyük qiymətinin rəqəmləri cəmini istəyir. 8 üstəgəl 2, 10. Deməli, burada cavab olur. Növbəti 26-cı sualı həll edək. 26-da deyir ki, AB üstəgəl BA üstəgəl A üstəgəl B kiçikdir 84. Ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmin istəyir. İndi burada mən bunu mərtəbələrə ayırıram. Olur 10A üstəgəl B, 10B üstəgəl A, üstəgəl A üstəgəl B. 10A, A elədi 2A, eləyir 12A, üstəgəl yenə 10B, B, B elədi 12B. Kiçikdir 84. Yuxarıda da kiçikdir 84 qeyd edək. 84. Buradan 12 mötərizə xaricinə çıxdı. A üstəgəl B kiçikdir 84. Buradan A üstəgəl B cəminin 84-ü 12-yə böləndə 7-dən kiçik olduğunu müəyyən edirik. İndi gəlirik növbəti mərhələyə. Növbəti mərhələdə bizdən burada nə istəyir? Bizə deyir ki, AB-nin ala biləcəyi ən böyük qiymətdən ən kiçik qiymətin cəmini tapın. İndi mən burada gəlib AB cəminin 7-dən kiçik olduğunu, AB cəminin 7-dən kiçik olduğunu görürəm. Deməli, burada mən ən kiçik qiymət, əvvəl ən kiçik və ən böyük. Ən kiçik qiyməti tapanda, ƏKG-ni tapanda, yəni ən kiçik qiyməti. A-nı da 1, B-ni də 1 götürə bilərəm və şərtimə uyğun olar. Niyə görə, məsələn, 0 götürmürəm? A da, burada AB, BA verib. A da, belə deyək də, natural ədəddir. Natural ədəddə 2 rəqəmli 0 ilə başlaya bilməz. Şərtimə də uyğundur. 1 üstəgəl 1 bərabər 2. 2 də 7-dən kiçikdir. İndi bir də mənə deyir ki,
AB hasilini. Məsələn, indi mən cəmdə ala bilərəm ən böyük qiymətdə. Ən böyük qiymətdə ehtimalları yazaq. Məsələn, ala bilərəm ki, 1 üstə 6. Bir üstəgəl, daha doğrusu bir üstəgəl 5. Yəni 7-dən kiçik olar. Sonra 2 üstəgəl 4. 7-dən kiçik olar. 3 üstəgəl 3. 7-dən kiçik olar. Mənə şərtdə deyir ki, AB hasilinin ala biləcəyi. Yəni burada da ən kiçik, məsələn 2 üstə 2 də yaza bilərdim. 2 üstəgəl 1 də yaza bilərdim. Hasil burada ən kiçik 1 vurulsun 1 olduğuna görə hasilin ən kiçik qiymətini bu formada götürdüm. İndi burada da baxıram. 1 5-in 5. 2 ilə 4 götürmüşəm. 2 4-ün 8. 3 3-ün 9. Deməli buradan da baxıram ki, mənim hasilim 9 olur. Yəni mən burada əsas diqqət yetirəcəyim AB hasilinin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin cəminin tapmaqdır. Burada da AB hasili ən kiçiyi aldı 1, ən böyüyü də aldı 9. Hasillərin cəmini istəyir. 1 üstəgəl 9 bərabər olur 10-a. Ümid edirəm ki, tam şəkildə sualın izahı sizə aydın oldu. İndi növbəti 27-ci sualımıza keçək. 2025 TÖPS toplusunda fərqli suallardandır. İndi onun ətraflı izahını verməyə çalışacağıq. Deməli 27-ci sualda deyir ki, 27-ci sualda bildirir. A bərabər 12 üstü 223 vurulsun 7 üstü 56 üstəgəl 19 üstü 25. Mən burada ədədlərin, məsələn, birinci 12-nin qüvvətlərinə baxıram. 12-nin qüvvəti 12 üstü 1 bərabər 12-yə. 12 kvadratı bərabər 144-ə. Baxıram, son rəqəmi 2 oldu. Burada 4 oldu. 12-nin kubu son rəqəminə baxıram. 4-2-nin müəyyən rəqəmlər sonu oldu 8. 12 üstü 4 bərabər oldu. Müəyyən oldu. 8-i yenə 2-yə vuranda oldu sonuncu rəqəmi 6. Sonra artıq 12 üstü 5 gələndə baxıram ki, vurduq. Məsələn, son rəqəm gəlib olacaq 2. 12 üstü 6-da yenə son rəqəmi gələcək olacaq 2-ni vuranda 2-yə 4. Baxıram ki, artıq bu dövr edir. Bu 5-dən sonra dövr edir. Deməli, mən burada son rəqəmin alınma dövrü 4. Burada dövrü 4 tapdıq. Yəni mən oturub 12 üstü 7, 8, 9, 10, 11, 12 nə edəcəm? Yenə son rəqəmlər ardıcıl şəkildə 2, 4, 8, 6 olacaq. İndi 12-nin qüvvətini götürürəm 223-ü. Bölürəm 4-ə. 223-ü 4-ə böləndə düşür 55 dəfə. Qalığımız qalır 3. Qalıq 3-dür deyə gəlib bax burada bunu dairəyə alıram ki, deməli mənim buradakı ədədimin son rəqəmi 8-dir. Deməli müəyyən ədədlərdir. Son rəqəmi 8. İndi onu vuracağam. Növbəti ədəd 7 üstü 56-nı başlayıram yenə yazmağa. 7 üstü 1 7-dir. 7-nin kvadratı 49-dur. 7-nin kubu 343-dür. Baxıram ki 7, 9, 3. Sonra 7 üstü 4 yenə gəlir. 3-ü sonu 7-yə vuranda müəyyən bir ədəd sonu olur 1. 7 üstü 5 gəlir müəyyən bir ədəd 7-yə vuranda görürəm sonu 7. 7 üstü 6 yenə gəlib müəyyən dövr eləyir. Baxıram ki yenə 9. Baxıram ki yenə gəlir. Bu dövr bu 4 dənədə olur. Yəni bunun dövrü 4-dür. Artıq nə qədər 7 üstü 7 olsa sonu 3 ilə qutaracaq. 7 üstü 8 sonu 1 ilə qutaracaq, dövr eləyəcək. Ona görə burada verilən 56 ədədin bölürəm 4-ə. Görürəm ki 14 dəfə düşür. Yəni üstü tam düşür. Ona görə bax mən burada gəlib bunu məsələn 4, 8, məsələn 7 üstü 8-i 4-ə böləndə görürəm ki, qalıq 0 düşür. Amma bax fikir verirəm ki, 7 üstü 4-dən sonra 4 atanda 7 üstü 8. Deməli tam bölünürsə, bu dövrün sonuncusunu götürürəm. 7 üstü 4-dür. Deməli bu da müəyyən bir ədəddir, sonu 1-dir. Üstəgəl. İndi sonuncu olaraq 19 üstü 25-i ayıracağam. 19 üstü 25-i ayıranda deməli 19 üstü 1 eləyir 19.
19'un kvadratı edir 361. Burada sonu 9, burada 1. Sonra baxıram, 19'un kubu olarsa, görürəm yenə sonu nə edir? Sonu gəlir müəyyən ədədlər olur 9. 19 üstü 4 olarsa, görürəm yenə müəyyən ədədlər 9 vuranda 9'u olur 1. Baxıram ki, burada dövrüm 2-2 hərəkət edir. Dövrüm 2-2 hərəkət edir. Ona görə indi məsələn 5, 6 davam eləsəm yenə sonu 9, 1, 9, 1 bu şəkildə artacaq. Ona görə qüvvətdə verilən 25 ədədini bölürəm 2-yə. Düşür 12 dəfə qalığım qalır 1. Qalığım 1 qaldığına görə gəlirəm burada bunu dairəyə alıram. Yəni sonu 9 olacaq. Burada da müəyyən bir ədəd olacaq. Sonu 9. İndi baxaq. Sonu 8 olan ədədi, sonu 1 olan ədədə vurduqda yenə son 8 olur. Müəyyən bir rəqəmlərdir. Üstəgəl yenə sonlar gəlir. Yenə 9. Yenə toplayanda nə olur olsun sonu 7 olur. Məndən də ədədin son rəqəmini tapmaq istəyirdi. Cavab oldu 7. Tam ətraflı izah verdim. Ümid edirəm ki, sualın izahını tam şəkildə başa düşərsiniz. 28-ci sualı izah eləyək. 28-ci sualın birincisində bildirir ki, AB üstəgəl BA bərabər. Burada AB-ni 10-a üstəgəl B kimi, BA-nı da 10B üstəgəl A kimi yazdıqda 11A üstəgəl 11B alırıq. Burada da 11 mötərizə xaricinə çıxsa A üstəgəl B qalır. Buradan müəyyən eləyirəm ki, gəlir variantda 9-a bölünür. Xeyr. 37-yə 11-ə bölünür. Bəli. Deməli C variantı gəlib aid oldu bura. Deməli 1-ə aiddir C variantı. Sonra gəlib ikincini həll edirik. İkincidə deyir ki, AB çıxılsın BA bərabər. Yenə 10A üstəgəl B çıxılsın 10B üstəgəl A bərabər. 10A-dan A çıxanda 9-a, 10B-dən 10B çıxanda mənfi 9B. Buradan da 9-u mötərizə xaricinə çıxarırıq. A çıxılsın B. Deməli, indi baxıram. 9-a tam bölünür. Bəli, bu ədəd 9-a tam bölünür. Deməli, A variantı gəldi bura. 2-yə aid oldu A variantı. İndi üçüncünü yoxlayırıq. Üçüncüdə deyir ki, A, B. Bunu açanda 100A, 10A, 1A. Elədi 111A. Yenə B-lərdə oldu 111B. Buradan 111 mötərizə xaricinə çıxanda qalır A üstəgəl B. Şərtlərdən baxıram ki, E bəndində olan 111 də buna bölünür. Deməli, burada aid oldu E bəndi. Deməli, E bəndi, E bəndi. Sonra baxaq. Hə, bir də uşaqlar, burada fikir verək. Deməli 37 də 111-ə tam bölünür. Deyir ki, 111-ə bölünür, 37-yə bölünür. Bu 111 37-yə tam bölündüyü üçün burada B bəndi də aid olur bura. Deməli 2-yə aid olur B bəndi də. Yəni 1-ə C bəndi, 2-yə A bəndi, 3-ə oldu B bəndi, bir də E bəndi. Deməli cavab kimi 1C 2A, 3-ə B, E uyğun gəlir. Sonra 29-cu sualın izahını verək. Yuxarıdakı 28-ci sualın izahı oldu. Qeyd etməyi unutmuşam. 29-cu sualın izahında olur. Deməli, yazılıb ki, birincisində A ədədi çıxılsın, B ədədi. Deməli, burada olur. 10A üstəgəl A edir 11A çıxılsın 10B 1B edir 11B. Buradan da 11-i mötərizə xaricinə çıxardanda qalır A çıxılsın B. Hər biri nədir? Sonda cavabları uyğunlaşdırarıq. ABC-ni ABC çıxılsın B AC. ABC-ni 100A üstəgəl 10B üstəgəl C çıxılsın 100B üstəgəl 10A çıxılsın C kimi yazırıq.
Burada C-lər islah getdi. 100A-dan 10A çıxanda qalır 90A. 100B-dən 10B-dən 100B çıxanda qalır -90B. Burada 90-ı mötərizə xaricinə çıxardanda qaldı A çıxılsın B. Sonuncuda isə yazırıq A, A, A. Deməli bu olur 111A çıxılsın 3 dənə B, yüzlük, onluq, təklik 111B bərabər. Buradan 111-i mötərizə xaricinə çıxardanda qalır A çıxılsın B şəklində. İndi buradan birinciyə baxıram. 11-ə bölünür. Görürəm ki, 1-ə uyğun gəlir B variantı. Yəni 1-ə olur B variantı. Sonra 90-dır. 90 görək nəyə? Baxıram ki, 90 9-a tam bölünür. 9-a tam bölünür. Bir də 10-a tam bölünür. Deməli 2-yə aid olur A-nın C bəndi. Deməli 2-yə aid oldu A, bir də C bəndi. Üçüncüyə baxıram 111-ə tam bölünür. 3-ə də gəldi D bəndi. Deməli 1-ə olur B, 2-də A, C, 3-də olur D variantı. Ümid edirəm ki, tam aydın oldu. 30-cu sualda bildirir ki, 30-cu sualda birincisində AB çıxılsın BA bərabər 4A çıxılsın 3B. Həll edək 10A üstəgəl B çıxılsın 10B üstəgəl A. Bunu daha doğrusu mötərizədə yazaq. Bərabər 4A çıxılsın 3B. İndi baxıram 10A-dan A-nı çıxanda qalır 9A, B-dən 10B-ni çıxanda -9B bərabər 4A çıxılsın 3B. 9A-dan 4A-nı çıxanda 5A, -9 digər tərəfə müsbət 9B kimi çıxır. 9B-dən 3B-ni çıxanda qalır 6B. Buradan A-nın B-nin əmsalı, yəni 6, B-nin də 5 olduğunu tapırıq. Sonra ikincini həll edək. Sonda cavabları uyğunlaşdırırıq. AB bərabər 4A üstəgəl 8B. 10A üstəgəl B kimi mərtəbələrə ayırıram AB-ni. 4A üstə 8B. 10A-dan 4A çıxanda 6A. 8B-dən B çıxanda 7B. Buradan A-nın B-nin əmsalı olan 7, B-nin də A-nın əmsalı 6 olduğunu tapırıq. Üçüncüdə A, B, 3 bərabər çıxılsın, daha doğrusu çıxılsın. A, B-yə bərabər 228. İndi burada AB-ni 100A üstəgəl 10B üstəgəl 3 çıxılsın 10A üstəgəl B bərabər 228 olduğunu tapırıq. 100A-dan 10A-nı çıxanda 90A, 10B-dən B-ni çıxanda üstəgəl 9B bərabər 228-dən 3-ü çıxanda qalır 225. Buradan 9-u mötərizə xaricinə çıxardanda 10A üstəgəl B bərabər 225 qalır. Buradan 10A üstəgəl B bərabər 225-i 9-a böləndə 2, 5, 29-un 180, 45, 225 bəli. Buradan da 10A üstəgəl B AB-nin mərtəbələri ayrılışıdır. 2, 5. Buradan A-nın 2 olduğun, B-nin də 5 olduğun ortalığa çıxar. İndi gəlirəm. Birinci burada deyir ki, A üstəgəl B 10. Məsələn, baxıram. A üstəgəl B-dən görürəm A çıx B və yaxud B çıxa verib. 6 üstəgəl 5, 11. Görürəm ki, burada 30-da. AB cəmi 11-ə bərabər. Deməli, 1-ə aid olur E bəndi. Yazıb ki, A çıx B 2, altdan 5 çıxanda 1. Xeyr, B çıxada müsbət ola bilmir. Burada mənfidir. Deməli, 1-ə aid oldu E. Gəlirəm 2-yə. Yazıb A üstə B cəmi 13. Bəli, 7 üstəgəl 6, 13 edir. Deməli, baxıram ki, bəli, 13 aid olur ikinciyə. A gəldi ikinciyə. Sonra yazıb A çıx B fərqi 1. 7-dən 6 çıxanda 1. Burada yoxdur. 6-dan da 7 çıxanda mənfi alınır, uyğun gəlmir. Deməli, 1-ə E, 2-yə A aid oldu. Üçüncüdə yazıb ki, A üstəgəl B cəmi 7. Bəli, 5 üstə 2, 7 edir. Deməli, C aid oldu bura.
Bir də yazıb ki, A minus B minus A fərqi 3-dür. Bəli, 5-dən 2-ni çıxanda 3 edir. Deməli, D bəndi də aid olur bura. Deməli, 1-də oldu E bəndi, 2-də A bəndi, 3-də də C və D bəndi. Gələk sonuncu suallarımızın izahına. Deməli, 31-ci sualda bildirir ki, bunu silək. 31-ci sualda bildirir. Deməli, uşaqlar verib AB, üstəgəl CA, üstəgəl BC bərabər 88. Bizə bildirir ki, A, B, bir də C. Üçü də bir-birindən fərqlidir. Və burada hər ədəd A da, C də, B də natural ədədin, iki rəqəmli ədədin başlanğıcı olduğu üçün qərara gəlirəm ki, A da, B də, C də hər üçü nə olmalıdır? Yəni, belə deyək də, sıfırdan fərqli olmalıdır. Hər üçü, bu da, bu da, bu da sıfırdan fərqli olmalı. Yəni A fərqlidir 0, B fərqlidir. Bunlar daha doğrusu bir-birindən fərqli idi. 0, C fərqlidir 0 şəklində. İndi gəlirəm, bunu mərtəbələrə ayırıram. 10A üstəgəl B, üstəgəl 10C, üstəgəl A, üstəgəl 10B, üstəgəl C bərabər 8-ə. 10A üstəgəl A, 11A, B üstə 10B, 11B, C üstə 10C, 11C edir. Bərabər 88-ə. 11-i mötərizə xaricinə çıxardanda A üstəgəl B üstəgəl C bərabər 88. Buradan da A üstəgəl B üstəgəl C cəminin 88 böl 11 8 olduğunu tapırıq. İndi biz demişdik A da B də sıfırdan fərqlidir. Bizə deyir ki, ən böyük qiymətinə, yəni ƏBQ ilə ən kiçik qiymətin cəmini tap. Ən böyük qiymət baxıram. C-ni ən kiçik götürürəm, ən böyük tapmaq üçün. 1, ABC ardıcıllığını istəyir də bizdən. Bizdən ABC ədədinin ən böyük qiymətinin, ən kiçik qiymətini istəyir. Deməli, 1 götürsəm, müxtəlif olmalıdır. Bunu 2, bunu da 2 üstə 1, 3, 3 üstə 5 götürməliyəm. Deməli, bunun ən böyük qiyməti oldu 521. Ən böyük qiymət elətsə, ən kiçik qiymət də olacaq 125, 125. Mənə bildirir ki, 521 ilə 125-in cəmini tap. Bu da edir 646. Ümid edirəm, sualın izahı tam aydın oldu. Keçək sonuncu sualımız 32-ci sualın izahına. 32-ci sualda yenə eyni qaydada yazıb ki, A, C, üstəgəl B, B, üstəgəl C, A bərabər 77. İndi burada bunu yenə bizə deyir ki, A fərqlidir, B fərqlidir, C. Yenə A da, B də, C də natural iki rəqəmli ədəd kimi başladığı üçün A-nın, B-nin, C-nin üçünü də sıfırdan fərqli olduğunu bilirəm. Və yenə məndən ABC ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini istəyir. İndi mən ona uyğun burada addım atıram. Başlayıram bu AC üstə BB üstə CA-nı mərtəbələrə ayırım. 10A üstəgəl C, üstəgəl 10B üstəgəl B, üstəgəl 10C üstəgəl A bərabər 77. 10A üstəgəl A, 11A, C B'lər toplayaq. 10B üstəgəl B, 11B, C üstəgəl 10C, 11C bərabər 77. Hər üçündən 11-i ortaq vuruq kimi çıxardıram. A üstə B üstəgəl C bərabər 77. A üstəgəl B üstəgəl C cəmi bərabər olur. 77-ni 11-ə böləndə 7-yə. Yenə mən burada ən böyük və ən kiçik qiyməti tapıram. Yenə ən kiçik 1 götürürəm, 2 götürürəm. 2 üstə 1, 3, 2 üstəgəl 1, 3 isə deməli A 4 olacaq. Deməli A-nı 4 götürürəm. Bu ən böyük qiyməti. Ə, B, G, C.
Ən kiçik qiyməti isə olacaq bunun tərsi. 124. Məndən soruşur ki, ən böyük qiyməti ilə ən kiçik qiymətin cəmini tap. 421 üstəgəl 124. Cavab edir 545. Cavab olur 545. Deməli, hörmətli abituriyentlər, natural ədədlərin birinci bölməsinin sualların tam izahlarını verdim. Ümid edirəm ki, hər kəsə suallar aydın oldu və sizə köməkliyim dəydi. İnşallah növbəti dərslərdə görüşənədək Allaha əmanət olun.